Çox həyəcanlı oluram, adam biraz danışa bilmir. Bu aprel döyüşlərində də iştirak elədi, Füzulidə. Heç o bizə bildirmədi. O bir ay orada qaldı, sonra gəldi. Deyəsən Qurbanlar dedi. minamyot atan olub da. Atan olmuşdu, və ona görə onu tez çağırdı. Sonra da bu 2020-də Vətən müharibəsi deyək də, ona çağırıldı. Elə 23 yaşı sentyabrın 20-sində tamam olan kimi elə görüşdük, xala, bala, nə bilim, o ağır günləri. Kif qardaşımız da aprel döyüşlərində və Vətən müharibəsində iştirak edir. Vətən müharibəsində qəhrəmanlıqla şəhadətə ucalır. Buyurun, söz sizdədir Maya xanım. Çox sağ olun Yeganə xanım, bizi dəvət elədiyiniz üçün. Çox sağ olun, təşəkkürümü bildirirəm Aqil müəllimə, Yeganə xanıma. Çox sağ olun ki, siz bizə şəhid ailələri üçün dəyər verirsiniz. Allah sizdən razı olsun. Mən birinci Qarabağ Fürsətdən istifadə edib 5DFM-in yaradıcısı olan Aqil müəllimi, sizi və bütün yaradıcı insanları salamlayıram. İlk öncə başda şəhid ailələri, anaları, ataları olmaqla bütün valideynlərimizi salamlayıram, xalqımızı salamlayıram, qazilərimizi salamlayıram, dövlətimizi, ondan sonra ordumuzu, qəlbi, ürəyi Azərbaycanla döyünən, irqindən, dinindən asılı olmayaraq